Beynəlxalq Muğam Mərkəzində rəssam Aybəniz Zeynalovanın Ovdan adlı rəsm sərgisi keçirilib. Təqdimatda rəssamın Azərbaycanın bənzərsiz təbiəti, zəngin tarixi və adət-ənənələrini əks etdirən tabloları nümayiş olunub. Today Press xəbər verir ki, ekspozisiyanın açılışında tanınmış ictimai xadimlər və rəssamlar iştirak ediblər. Əsərləri sərgidə təqdim olunan Aybəniz Zeynalova hisslərini Today Press-lə bölüşüb. Rəssam bildirib ki, incəsənət üzrə təhsil almasa da, yaradıcılıq sevgisi onu bu sahəyə gətirib. O, sərgini atasına həsr etdiyini, Ovdan adının da öz yurdlarından gəldiyini açıqlayıb. Təbii ki, müəllimlərimdən aldığım ilhamla və onların verdiyi dəstəklə bu sənətə yiyələnmişəm. Təbii ki, onun sevgisi içimdə hər zaman olub və düşünmüşəm ki, bu mənim içimdəki, daxili aləmimdəki hisslərin, duyğuların və o ruhun ifadə formasıdır, yəni bir ifadə vasitəsidir. Ovdan əslində, Ovdan sözünün mənası quyu deməkdir, quyu, dərin quyu deməkdir. Mən özüm Bilgəh kəndindənəm, yəni atam Bilgəhli olduğuna görə Bakı kəndlərinin ən səfalı yeridir Bilgəh. Və o Bilgəh bir neçə hissəyə bölünür ki, bir hissəsinin adı da Ovdandır. Yəni, mən də Bilgəhi çox sevdiyim üçün düşündüm ki, Ovdan olsa daha xoş olar. 3 may mənim atamın ad günüdür və o hər zaman bu rəssamlıqda məni dəstəkləyib və bilirəm ki, o həyatda olsaydı çox sevinəcəkdi. Ümid edirəm ki, ruhu bizimlədir. Sərgidə iştirak edən xalq rəssamı Arif Hüseyn həmkarına dəstəyini ifadə edib. O bildirib ki, nümayiş edilən rəsmlər peşəkarlıqla çəkilib və bütün rəsmlə məşğul olanlara nümunə olmalıdır. Abşeronda çox yayılmış bir tarixi su yığıncağıdır. Ancaq bu su Ovdan o mənada burada hisslərin yığıncağıdır, mən elə başa düşürəm. Bilirsiniz, rəsm çəkən adam biraz başqa cür olur. Bunun içəri daxili bir aləmi olur. Sakinə görə bir emalatxana tək olur orada. O öz fikirlərini cəmləşdirmək olur. Məsələn, musiqi biraz başqadır. Orkestri var, kino başqa. Rəssamlar o barədə fərdidir. Xanımlarım həmişə belə qəhrəman sayıram. Həm ailə, həm iş, sonra rəssamla məşğul olur. Bu biraz qəhrəmanlıqdır xanımlar. Politolog Ramiz Yunus da təqdimatda iştirak edənlər arasında olub. O, sərginin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb. Ramiz Yunus Fərrux Zeynalova hər zaman dəyər verdiyini söyləyib. Aybəniz xanım bu sərgini rəhmətli atasına, mənim yaxın dostuma Fərrux Zeynalova həsr edib və Fərrux Zeynalov isə mənə o qədər yaxın və əziz bir insan olub. Hətta biz bir yerdə həcc ziyarətinə getmişik. Orada bir-birimizə qardaş demişik. İnsanlar dar gündə yoxlanılır. Rəhmətli Fərrux müəllim də belə kişi idi. Və onun ailəsi də, onun oğlu, 2 dənə qızı, ümumiyyətlə ailə üzvləri həmin o atasının yolunu davam edirlər. Belə bizim milli ənənələri qoruyub saxlamaqla. Və onun həqiqətən ruhu şaddır. Və bizlər onu yad eləyən insanlar və əlbəttə ki, ilk növbədə onun böyük qızı, onun ən çox sevdiyi qızı, mən bunu çox yaxşı bilirəm. Çünki hər zaman birinci övlad çox əziz olur və mən xatirimdədir hər zaman Fərrux müəllim həmişə Aybəniz haqqında çox belə incə danışardı, həssas danışardı. Aybəniz xanımın uğurlarını başqa yerlərdə, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da eşidəcək və mən ona bunu səmimi qəlbdən arzu edirəm və yenə də çox xoşbəxtəm ki, mən bu günləri burada iştirak edirəm.
Qeyd edək ki, Aybəniz Zeynalovanın rəsmləri respublikamızda və ölkə xaricində keçirilən müxtəlif sərgilərdə nümayiş olunub. Türkan İskəndərli, Today Press.